Salam, hər vaxtınız xeyir. Bugün mən sizə Durna Teleqolunun izahını verəcəm. Koroğlunun Bağdad səfəri də adlanır. Koroğlunun bir xasiyyəti var idi ki, boş vaxtlarında həmişə dəlilərlə məşq eləyirdi. Baxın, dəlilərlə məşq eləməsi Durna Teleqolunda idi. Burada da at minmək, nizə oynatmaq, qılınc vurmaq, qalxan tutmaq, ox atmaq onları səhər-axşam peşələri idi. Koroğlu Dəmirçioğlu da yanına bir uca yerdə durub məşqə baxırdı. Koroğlu Dəmirçioğlu da yanında bir uca yerdə durub məşqə baxırdılar. Deməli bunlar kimlər məşqə baxırdı? Dəmirçioğlu və Koroğlu. Xanımlar da onların yanında idilər. Bir də baxdılar, budur bir dəstə atlı çapa-çapa gəlir. Qabaqlarında Eyvaz, amma Eyvaz nə Eyvaz? Burada şirtmək mənası üçün deyir. Mübaliğə deyil ha, sadəcə Eyvazın nə qədər gözəl olduğunu vurğulamaq üçün. Durna Teli də sancıb başına elə bil Qeysər balasıdır. Başında cıqqa qoyub. Nigar xanım baxdı, özünü saxlaya bilmədi. Üzünü Koroğluya tutub dedi. Koroğlu, bir bu yana bax gör, gələn kimdir? Sən demə Koroğlu deyil, ona baxırmış. Nigar deyəndə Koroğlu sazı bastı döşünə dedi. Nigar xanım sənə deyim, bu gələn Eyvaz, bu gələn. Əynindəki polad geyim, bu gələn Eyvaz, bu gələn. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 ecadırsa, deməli gəraylıdır. Gəraylıda birinci hansı gəraylını oxuyur? Eyvaz gəraylısını oxuyur. Daha sonra Eyvazım 15 yaşında. Biz burada öyrəndik ki, Eyvazın neçə yaşı var? 15. Qüdrəti qələm qaşında. Durna Teli var başında. Bu gələn Eyvaz, bu gələn. Telli xanım da burada idi. Dəmirçioğlu sağalmış. Deyin onun da kefi sazı idi. Deməli burada xanımlardan digər bir xanımın da adı çəkilmişdi ki, o biri boylarda yox idi ki, Telli xanımın adı çəkilirdi. Deməli Telli xanımın kefi saz idi. Kefin saz olmasına səbəb isə Dəmirçioğlunun sağalması idi. Nigar xanım görürsənmi Durna Teli Eyvaza necə yaraşır? Gör kişilərə yaraşan bizə necə yaraşır? Deməli burada Telli xanımın nitqinə yer verilibdi. Gəl uşaqları göndərək, gedib bizə Durna Teli gətirsinlər. Deməli bu təklifi, uşaqları göndərmə təklifini də dili qurusun Telli xanım verir. Bu Telli xanım bu təklifi verməsəydi, heç onlar da əsir düşməyəcəkdi. Deyir bunları da göndərək, gedib bizə də Durna Teli gətirsinlər. Gəl ki, Durna Telin başlarına sancılanda nəsə ağılları artacaq. Elə bu sözləri Eyvaza gəlib çatdı onların bərabərinə. Atdan düşüb Nigar xanıma, Koroğluya, Dəmirçioğluna və xanımlara salam verdi. Onda üzünü Koroğluya tutub dedi, eşidirsənmi, xanımlar Durna Teli istəyir. Demir Telli xanım, deyir, xanımlar istəyir. Hamının adından deyir. İzin ver gedim onlara Durna Teli gətirim. Deməli, atadan izin almağı var idi. Atadan deyəndə bu onun öz oğlu deyildi də, sadəcə Koroğlunu ata kimi görürdülər. Koroğlu bir istədi, izin verməsin, qorxdu ki, gedə başına bir xətazat gələ. Bir də fikirləşdi ki, getsə yaxşıdır. İgidin başı qalada gərək. Bu ifadəni yadda saxlayın ki, deyir ki, yəni igidin başı hər zaman qalada gərəkdir. O gərək bəlkə boşa düşsün ki, hər şeyi anlaya bilsin. Davam edirik. Bəlkə boşa düşsə yaxşıdır. Döndü Nigar xanımdan soruşdu. Deməli, Koroğlu da Nigardan. Arvad sözü ilə oturub durur. Nə deyirsən? Getsin ya getməsin? Nigar dönüb Eyvaza baxdı. Gördü valla Eyvaz elə baxır, elə baxır. Elə bir gözləri dil olub yalvarır. Gözlərinin yalvarması bu metafor nümunəsidir. Ürəyi tablanmadı. Onu sındırmaq istəmədi. İzin verdi. Yol uzaq olduğuna görə Eyvaz qırata mindi. Belə yadda saxlayaq ki, Eyvaz kimdən izin istəyir? Koroğludan. Koroğlu da Nigardan soruşur. Deməli, qıratı niyə götürdü bəs? Yol uzaq olduğuna görə. Dəmirçioğlu ilə Bəlli Əhməd də hərəsi bir seçmə at minib yola düzəldilər. Deməli, öz yanında hansılar götürdü? Dəmirçioğlu ilə Bəlli Əhməd. Yadınızda qalsın ki, Qaraxan var idi, Duratın itməyi qolunda. O Dəmirçioğlu ilə Bəlli Əhmədi Koroğlu Qaraxana tərifləmişdi. Burada da Dəmirçioğludur, Bəlli Əhməd də minirlər. Hərəsi bir seçmə at minib yola düzəldilər. At sürdülər, dərə keçdilər, düz getdilər, gəlib Bağdad ətrafına çatdılar. Deməli, Durna Teleqolunun Bağdad səfəri də adlana bilər. Durna Teli və yaxud da ki, Bağdad səfəri. Duratın itməyi qolu nəyə səfəri adlanırdı? Ballıca səfəri. Ballıca Duratın itməyi qolu idi. Yaxşı, bunları qarışdırmırıq. Baxdılar, burada o qədər durna var, o qədər durna var ki, çınqıl kimi. Atlar da ota buraxıb, özləri ox yaylarını götürüb başladılar durna ovlamağa. Hər birini 5-ini, 15-ini qərəz 1-2 saat içində ailəm durna vurdular. Deməli, bunlar durnanı ovluyurlar. Gələn kimi yatmırlar. Əyləşib bunlar tellərini yolub, heybələrə yığdılar. Ətlərindən də kabab çəkib xurma ağacının dibində yeməyə başladılar. Bunların birinci tellərini yoldular, kabab çəkdilər,
yedilər, içdilər, yatdılar. Ola durna ətinin kababı, xurma ağacının da sərini. Burada ağacın adı nə idi? Xurma ağacı. Yeyib, içib, hərəsi bir tərəfdə yuxuya getdi. Sən demə, Bağdad paşası Aslan Paşanın qorxucusu bunlara göz qoyurmuş. Deməli, buradakı paşanın adı nə oldu? Aslan Paşa. Haralı idi bu paşa? Bağdad paşası. Deməli, bunu görənlər kim idi? Qorxucu idi. Elə ki, onlar yuxuya getdilər, qorxucu daban aldı Aslan Paşanın yanına. Nə oturursan? 3 nəfər nabələt. Deməli, adam gəlib. Bu namda, bu nişanda özləri də filan bulağın başında yatıblar. Deməli, yerlərinə qədər nişan verir, amma içlərində bir nəfər var, lap Koroğlunun özüdür ki, durub. Deməli, bax, burada Koroğlunun adını çəkməsəydi, Aslan Paşa bəlkə də heç gəlməyəcəkdi. Sadəcə Koroğlu dediyinə görə onu maraq bürüyür. Qorxucu Koroğlunun adını çəksək, Aslan Paşa qoşun böyüyünü çağırıb hökmələdi ki, hazırlaşsın. Bəli, təbil vuruldu, qoşun yığıldı, yaraqlanıb, yasaqlanıb yola düşdülər. Qırat ayaqlarını yerə döyüb kişnəməyə başladı. Dəmirçioğlu ilə Bəlli Əhməd Qıratın səsinə yuxudan ayılıb gördülər ki, qoşun dörd bir yanı tutub. Deməli, qoşun səsinə yuxudan oyanmırlar. Bəlli Əhmədlə, bir də dedik kim? Dəmirçioğlu. Qıratın səsinə oyanırlar. Qoşun dörd bir yanı tutub, qoşun hərəkətə gələndə Dəmirçioğlu bir dəli nərə çəkib, əl atdı Misri qılınca. Deməli, baxın, burada düşə bilər ki, Həmzənin Qıratı qaçırmasında Misri qılıncı Koroğlu çəkmişdi. Amma Durna Teleqolunda isə Misri qılıncı Dəmirçioğlu çəkmişdi. Bunu yadda saxlayaq. Və dəli bir nərə çəkib. Dəmirçioğlu ilə Koroğlunun oxşar xüsusiyyətidir. Hər ikisi dəli nərə çəkə bilirdi, hər ikisinin Misri qılıncı vardı. Dəlilər üç tərəfdə özlərini vurdular, dərə yələşkərə. Sağdan vurdular, soldan çıxdılar. Soldan vurdular, sağdan çıxdılar. Qoşun dönmüşdü çəyirtkəyə, gəldikcə gəlirdi. Bəzən uşaqları bu ifadəni qoşun dönmüşdü çəyirtkəyə, gəldikcə gəlirdi, deyir müəllimə, burada litota işlənib. Deyirəm, niyə? Deyir, axı o boyda bu qoşunu balacalaşdırır. Xeyr, bu litota deyil. Buna siz deyəcəksiniz mübaliğə. Nəyə görə mübaliğə? Deyir, yəni qoşunu qırırsan, ardı arası kəsilmir də, gəlirdi. O çəyirtkə kimi çoxluğunu deyirdi. Deməli, siz buna mübaliğə desəniz daha doğru olar. Nə qədər qırıldılarsa, nə qoşunun dalı kəsildi, nə də bir yol tapıb aradan çıxa bildilər. Piyadalıq dəliləri əldən, dildən saldı. Deməli, bunların məğlub olma səbəbi piyada olmaları idi. Amanlarını kəsdi. Axırda onlar bir-birlərini ayrı salıb təklədilər. Üçünü də tutub atlarla bərabər şəhərə gətirdilər. Deməli, tək halda tutdular onları. Davam edirik. İndi bunlar burada qalmaqda olsun, sənə kimdən deyim? Xoca Əzizdən. Deməli, Xoca Əziz burada artıq iştirak eləyirdi Həmzənin Qıratı qaçırmasında və yaxud da ki, Düratın itməyi qolunda, amma Xoca Əzizlə rastlaşmamışdıq. Bolu bəy qolunda, həmçinin Durna Teli qolunda Xoca Əzizlə qarşılaşırıq. Koroğlunun bir vəzircan dostu var idi. Deməli, bu vəzircan dostu idi. Qoşun elə ki, Eyvaz gilə tutub şəhər tərəfə gəlməyə üz qoydu. Bazara səs düşdü ki, bəs 3 nəfər quldur tutublar. Eyvaz gili quldur kimi qələmə vermişlər, asmağa aparırlar. Bazar adam hamısı çıxdı onların tamaşasına. Bəs adama da bu lazımdır da maraq basır. Xoca Əziz də bu adamların içində idi. Xoca Əziz gördü nə? Bəydi sual. Tutulan Eyvazdır, Dəmirçioğludur. Bir də Bəlli Əhməddir. Eyvazı, Dəmirçioğlunu və Bəlli Əhmədi tanıyır. Dünya aləm Xoca Əzizin gözündə qaraldı. Dedi, ey dadi-bidad, bu zalım oğlu zalım uşaqları öldürəcək. Zalım oğlu zalım deyəndə Aslan xanı nəzərdə tuturdu. Qaldım mətət ki, nətər eləyim? Mənim burada əlimdən bir iş gəlməyəcək. Ticarət deyil ki, 1000 dənə Bağdad tacirini bir xoruza yükləyim. Deməli, Bağdad tacirini bir xoruza yükləyim. Xəbərə getsəm, buradan Çənlibelə azı bir həftə yol lazımdır, uzaqdır. Mən gedəsi, xəbər verəsi, Koroğlu gələsi, yəqin ki, onları öldürər. Gəlir 2 həftə çəkir. Xoca Əziz elə bu götür qoyda idi, bir də gördü, budur, dustaqlardan biraz aralı 3 dənə at gətirirlər. At məsələsi olur. Deməli, bu atları baxanda Qıratı da tanıyır. Öz-özünə dedi, ey dili qafil, tapmışam, nə təhər olsa gərək Qıratı ələ keçirəm, Koroğluya xəbər çatdıram. Bunu deyib, Xoca Əziz düşdü onların dalına. Gəl ha gəl, gəlib satla Aslan Paşanın imarəti. Və meydanda yox ha, Aslan Paşanın imarətinin qabağına gətirmişdilər onu. Yaxşımı? Aslan Paşa dedi, özlərini zindana salın, atlarını da buraya gətirin. Mehtərlər də atları çəkdilər Aslan Paşanın qabağına. Aslan Paşa əmr elədi. Mehtərbaşı qabaqca Dəmirçioğlunun atını minib gərdişə gətirdi.
gətirdi. Bir o baş sürdü, bir baş sürdü, gətirib Aslan Paşanın qabağında saxladı. At Aslan Paşanın xoşuna gəldi. Oğlan Mehdərbaşı Bədli Əhmədin birinci Dəmirçioğlunun atını gətirir, sonra Bədli Əhmədin atını gətirir. Bədli Əhmədin atını da minib Cövlanə gətirdi. Aslan Paşa bu atı da bəyəndi. Növbə Qırata gələndə isə sonuncu Qıratın atı, yəni Eyvazın atına gətirilir. Qırata gəldi. Bəli, Mehdərbaşı Qıratı mindi. Nə qədər elədi, at yerindən tərpənmədi. Mehdərbaşı axırda hirslənib ata bir taziyanə. Yadınızda qalsın ki, taziyanə isimdir. Yəni şıllaq deməkdir, bir dənə vurmaq. Qırat biraz da qulaqlarını salladı. Bəzən taziyanəni zərf kimi verirlər imtahanda. Taziyanə, şairanə necə, taziyanə. Amma bu isimdir. Taziyanə də çəkəndə at quyruğunu qısdı. Gözlərinin birini yumdu, axsaya-axsaya yeriməyə başladı. Aslan Paşa gülüb dedi. Görünür ki, bunların ikisi ağadır, biri də nökərdir. Bu nökərin atıdır. Çünki elə sir sifətindən də nökərə oxşayır. Sonra üzünü Mehdərbaşıya tutub dedi. O ki, atı ilxıya qat, bu ələncəni də ver qoruqçuya. Qoy aparıb minsin. Yenə ayağını yerdən götürər. Qıratı verdilər qoruqçuya. Deməli, Qıratı qoruqçuya verməsi qoruqçu üçün bir söyüşə bərabər idi. Aslan Paşanın hərəkəti qoruqçuya yaman dəydi. O gətirdiyi xəbərə görə ənam, pul gözləyirdi, xələt gözləyirdi. Odur ki, qoruqçu yaman pərt oldu. Xoca Əziz işi belə görəndə ürəyində Qırata afərin dedi. Sonra cəmaatı yığıb özünü qoruqçuya yetirdi, dedi. Aya, qoruqçu, neçə verin bu yabıya? Qəsdən bu ata yabı deyir ki, daha da gözdən salsın. Söz qoruqçunun lap götürdü. Başladı söyüb savaşmağa. Xoca Əziz onu danlayıb başladı dəlil eləməyə ki, balam, day bizi niyə söyürsən? Biz nə günahını sabiyik? Qərəz o yan bu yan. Xoca Əziz yağlı dilini işə salıb qoruqçunun hirsini yatırdı. Atalar deyiblər ki, tacir, tüccar dili ilanı yuvasından çıxarar. Düşür müəllim bu? Bəli, düşür. Soruşurlar, müəllim bu düşər? Bəli, düşər. Yəni qeyd eləyirəm. Tacir, tüccar dili ilanı yuvasından çıxarar. Axır ki, Xoca Əziz biraz pul verib Qıratı qoruqçudan aldı. O qədər gözlədi, qaş qaraldı. Və həmən dəqiqə yox, qaş qaralanda. Qaş sözü amonim sözdür. Çox mənalı sözdə deyə bilərsiniz. Ocağı asıb qır saqqızı töküb, tiyanə əridib, elədi mum kimi. Deməli, burada saqqızı tökdü, əritdi. Sonra bunu beyzin üstünə sürtüb, möhkəm-möhkəm sarıdı. Deməli, birinci saqqızı tökdü tiyana. Tiyanın tökəndən sonra mum kimi. Sonra bunu da benzinin üstünə sürtüb, möhkəm-möhkəm sarıdı. Qıratın belinə. Özü də çıxıb oturdu üstünə. Qır saqqız Xoca Əziz elə tutdu ki, kəndir qayış kimi. Elə ki, Xoca Əziz arxayınlaşdı. Bildi ki, daha yıxılmayacaq. Atın başını balaca boşaltdı. At götürüldü, nə götürüldü? Yazıq Xoca Əziz. Nə xocalıq qaldı, nə əzizlik. Baya qavuşunu itirdin. At nə qədər yol getdi bilmədi. Necə getdi bilmədi. Bir də at bərk kişnədi. Xoca Əziz atın səsinə gözlərini açıb gördü çənli beldədir. Dəlilər Qıratın səsinə eşidiləcək tökülüb gəldi. Qırat süzülüb düz Koroğlunun qabağında dayandı. Üzünü gəldiyi tərəfə tutub elə kişnədi ki, dağ, daş lərzəyə gəldi. Metafor. Koroğlu vəfalı atının başını qucaqlayıb üzündən, gözündən öpdü. Baxdı ki, atın üstündə bir adam var, amma özündə deyil. Yapışdılar qolundan ki, düşürsünlər. Ha, çəkdilər, qopmadı. Çünki özünü saqqızla yapışdırmışdı. Gördülər ki, özünü qır saqqızla ata yapışdırıb. Kişini elə bez qarışıq atdan götürüb yerə qoydular. Koroğlu baxdı Xoca Əzizdə. Dil uzad Xoca Əziz özünə gəldi. Koroğlu soruşdu. Bu nə əhvalatdır? Xoca Əziz dedi. Eyvaz, Dəmirçioğlu, Bəlli Əhməd, Aslan Paşa tutub zindansa. Özünüzü tez yetirməsən, bir də onların üzünü görməyəcəksən. Elə bil dəlilərin üstünə su çapdılar. Xanımlar hamısı başlarını aşağı saldılar. Niyə başlarını? Çünki xanımlar bunlara demişdi axı, biz Durnatel istəyirik. Koroğlu dönüb Nicara baxdı. Gördü vallah Nicar bir haldadır ki, alma yanaqları və burada alma yanaq epitet nümunəsidir. Amma yanağı alma desəydi, yanağı alma. O təşbeh olacaqdı. Yanağı alma kimidir. Amma siz buna epitet deməlisiniz. Səmərqənd kağızı kimi, təşbeh. Ala gözləri bahar buludu kimi dolub. Təşbeh. Yaqut dodaq deyirsə epitetdir. Dodağı yaqut desəydi təşbeh olacaqdı. Bir dəqiqədə elə solub, elə bir lalədir. Şaxtaya düşüb. Lalə kimidir, bu da təşbehdir. Dünya Koroğlunun gözündə qaraldı. Əlini atıb Qıratın yüyənindən tutdu. Elə qəzəblə ata sıçradı ki, Qıratın əvəzinə ayrı bir at olsaydı, çoxdan beli sınmışdı. Koroğlu dedi, mən getdim, siz dalımca gələrsiniz. Bağdad bağlarında sizi gözləyəcəyəm. Kim səhər tezdən hamıdan qabaq gəlib mənə salam versə,
100 bacaqlı alacaq. Deyir ki, mənə kim gəlib salam versə 100 bacaqlı. Bunu deyib atın başını boşladı. Qırat 2 dal ayaqları üstə qalxdı, Bağdad tərəfə üz qoydu. Dəlilər tələm-tələsik hazırlaşdılar. Yaraqlanıb, yasaqlanıb yola düşdülər. Səhər dan yeri söküləndə Koroğlu bir də gördü ki, Dəli Mehdər, Çossa Səfər, Çopur Mehdi, İsabalı, Tüp dağdan toxmaq vuran, halay pozan, tanır tanımaz, dil bilməz, onun qabağında əl qılınclı dayanıblar. Deməli, bax, burada Dəli Mehdər idi, Çosa Səfər idi, Çopur Mehdi idi, İsabalı idi, Tüp dağdan idi, toxmaq vuran, halay pozan, tanrı tanımaz, dil bilməz dəliləri. Belə baxanda gördü Bağdad bağlarında xurmanın sayı var, amma dəlilərin sayı yoxdur. Burada da bir yerdə gəldi. Koroğlu dəlilərə hay vurdu, hamı atlandı. Yavaş-yavaş şəhərə tərəf sürməyə başladı. Biraz getmişdi, gördü ki, bir qoca kişi taxıl biçir. Və burada qoca kişinin taxıl biçməsi, amma elə ağlayır ki, yaş gözündən dolub tökülür. Koroğlu yaxın gəlib soruşdu: "Ay əmi, niyə ağlayırsan?" Qoca başını qaldırmayıb dedi: "Neynəyirsən? Səndən ki mənim dərdimə dərman olmayacaq." Qoca sözünü nə qədər yayındırmaq istəsə, Koroğlu əl çəkmədi. Kişi gördü olmayacaq, axırda dedi: "İndi əl çəkmirsən, qabaqca mənə de görüm, sən kimsən? Bu başındakı dəstə ittifaq nədir?" Koroğlu dedi: "Mən Muradbəyli tərəfdənəm." Deməli, Muradbəyli tərəfdən olmasını həm burada deyirdi, həm də Həmzənin Qıratı qaçırması qolunda da Muradbəyli olmağını deyirdi. Həm də Durnateli qolunda da Muradbəyli olmasını qocaya deyir. Buradan mal almağa gəlmişik, yollar şuluqdur, deyin belə, yaraqlı yasaqlı gəlmişik, yollar şuluqlu olduğu üçün deyir belə gəlmişik. Kişi biraz dayandı, gözünü silib dedi: "Bizim bu Bağdadda bir paşa var, adına Aslan Paşa deyirlər. Çox namərd, müxənnət, çox da hiləgər adamdır. İndi 3 gündür ki, Koroğlunun 3 dəlisini tutubdu, zindana salıb. Dünən car çəkib xəbər verib, bu gün onları astıracaq. Valla doğrusu ki, mən elə mərd oğulları belə namərd əlində ölməyi qəbul edə bilmərəm. Əgər mərddir, mərdanə meydan atsaydı, tək-bətək vuruşub öldürsəydi, mənə yer eləməzdi. Neyniyim, qocanın üzü qara olsun. İndi mənim 100-dən artıq yaşım var." Deməli, qocanın 100-dən artıq yaşı var idi. "Əlimdən bir iş gəlmir. Atalar deyib, adam əli ilə işə görə bilmədi, güc verər dilinə. Dil də ki bağlıdır. Demən, yəni bir nəsə desəm, mənə də ziyan eləyəcəklər. Ona görə də mən bütün hər şeyimi, əlacımı vermişəm gözümə, ancaq ağlayıram. Ağdam dəm verir gözünün yaşına." Qoca sözünü qurtaran kimi Koroğlu dəlilərə hökm elədi ki, qocaya kömək eləsinlər. Qocaya kömək eləmək ağıllı uşağın ağlında Əhməd də qocanın bacısına kömək eləmişdi. Dəlilər tutuquşu kimi doluşdular zəmiyə, bir su içimi saatda qocanın bütün taxılını biçib, dərzləyib yığdılar bir tərəfə. Qoca mat baxdı ki, görəsən bunlar kimdilər, nə eləmək istəyirlər. Bir fikirləşdi, keçdi, bəlkə bunlar Aslan Paşanın adamlarıdır. Qocanın ağlından keçir ki, bəlkə Aslan Paşadır, taxılı yandırmaq istəyirlər. Birinci qoca elə bildi ki, bunlar taxılı belə eləyirlər ki, yandırsınlar. Amma baxdı, yox, bu düşmənçiliyə oxşamır. Elə ki, dəlilər qurtardılar, Koroğlu qocaya dedi: "Qoca, dil bil və acı ol. Dediyin Koroğlu mənəm. İndi bu saat səni Aslan Paşanın ürəyinə bir od qoyacağam ki, mənşərəcən yansın. Biz bu saat şəhərə girəcəyik. Sən də böyük bir xurcun deyə götürüb gələrsən Aslan Paşanın xəzinəsinin qabağına, məni gözləyərsən." Koroğlu bunu deyib dəllərə hay vurmaq istəyirdi ki, yola düşsünlər. Qoca dedi: "Koroğlu, ayaq saxla. Görürəm ki, Aslan Paşa səni yaman qəzəbləndirib. Odur ki, gözlərin qızıb, ancaq şəhərə belə girmək olmaz. Bax, bunu şəhərə belə girməməsini məsləhət görür qoca. Səni tanıyırlar, sən özün şəhərdə tək gir, adamların da qoyub 5-5, 10-10 girsinlər." Koroğlu dedi: "Dəlilərim, mən Aslan Paşanın məclisində olacağam. Onlar o qədər başlarını qatacağam ki, siz yerlərinizi tuta biləsiniz. Mən əlimi bığlarıma çəkməmiş bir adam yerindən tərpənməsin." Koroğlu sözünü qurtardı. Ondan sonra paltarlarını üstünə bir aşıq paltarı da geyindi. Deməli, burada aşıq kimi gəlmişdi. Həm Həmzənin Qıratı qaçırmasında aşıq kimi gəlmişdi, həm də Durnat elində aşıq paltarındaydı. Çiyninə də bir saz saldı. Aslan Paşa bir keyif damaqda idi, gəl görəsən. Meydanda başını taxt qurdurub əyləşmişdi. Təbil vuruldu. Sədr-Əzəm irəli gəlib camaata deməsini dedi, tapşırılmasını tapşırdı. Sonra bir dəstə yaraqlı əskər gətirib camaatın qabağında bir cərgə düzdü ki, işdi, bəlkə birdən qarşılıqlıq zad oldu. Deməli, Sədr-Əzəm əvvəlcədən əskərləri düzdürmüşdü ki, birdən qarşılıqlıq zad olar. Bu əskərlər həmin adamları yerində otursunlar. Elə ki, hər iş qurtardı, cəllad Eyvazı darağacına gətirdi. Elə bu dəm Koroğlu özünü saldı meydana. Aslan Paşa gördü budur, bir aşıq çiynində saz girdi ortalığa. "Əgər yanşaqsanmı? Yanşaq elə aşıq deməkdir, eyni ifadədir." Koroğlu dedi: "Bəli, paşam, yanşağım." Aslan Paşa dedi: "Ay, heç Koroğlunun sözlərindən bilirsən?" Koroğlu dedi: "Ay paşa, izin versənə söz oxuyum, söz olsun." Koroğlu nə adamdır onun sözü belə məclisdə oxuna.
Koroğlunun alçaldır. Elə Koroğlunun özü. Paşa dedi, yox, sən bilmirsən, mən Koroğlunun üstəlisini tutmuşam. Bu şadyanlıq da onun şadyanlığıdır. İndi sən biraz Koroğlunun sözlərindən de ki, onların ürəkləri açılsın. Koroğlu bir dönüb dar ayağında dayanan Eyvaza, Dəmirçioğluya və Bəlli Əhmədə baxdı. Bir də dönüb cəmaatın içində dayanan dəlilərinə baxdı. Üç telli sazı bağrına bastı. Barmaqlarını cütləyib tellərə elə vurdu ki, meydan səsə gəldi. Qızılquş kimi bir dəfə meydan fırlanıb dedi. Dəlilərin bu gün dava günüdür. Müxənnət ölkəsi talanmaq gərək. Qoç igidlər yarasından bəllənə, şərbət tək qanına yalanmaq gərək. Koroğlu içində düşmən qanını, Koroğlu içəndə düşmən qanını. Mərd meydanda nərəsindən tanını. Qırın vəzirini, tutun xanını, leş-leşin üstünə qalanmaq gərək. Burada şeirlə dəlilərinə mesaj ötürürdü. Sağ ol aşıqlab Koroğlu kimi oxuyursan. Koroğlu dönüb dar ayağında dəlilərə baxdı. Dəmirçioğlu gözünü zilləyib bir dar ağacına, Bəlli Əhməd bir dar ağacına. Bildi ki, bunların qollarının açılmağına bəndilər ki, ağacları dibindən çıxarıb işə başlasın. Dönüb Eyvaza baxanda gördü Eyvaz özgə haldadır. Dar ağacın dibində dayanıb gözünü zilləyibdi Koroğluya. Özü də sevincindən gözləri dolub. Koroğlu onu belə görəndə ürəyi tab gətirmədi. Canım paşa, gözüm paşa, paşa qoy gəlsin Eyvazı. Budur sənə sözüm paşa, paşa qoy gəlsin Eyvazı. Göydən ildırım tökdürəm, yurduna bostan əkdirəm, torpağın darı çəkdirəm, paşa qoy gəlsin Eyvazı. Əyləşib paşalar, bəylər, sinəmdə baş verib millər. Koroğlu iltimas eylər, paşa qoy gəlsin Eyvazı. Koroğlu oxumağında olsun, paşa qulaq asmağında, dəlilər də gözləməyində. Sənə kimdən deyim, Giziroğlu Mustafa bəy. Bağdad tərəflərdə Giziroğlu Mustafa bəy adında adlı sanlı bir igid vardı. Giziroğlu Mustafa bəy doğrudan da qoçaq, qolu qüvvətli bir adam idi. Atası keçmişdə Gizir olmuşdu, sonradan Xoçcarın üzünə ağ olubdu bunun atası Giziroğlu. Deməli, Xoçcarın üzünə ağ olub, bunun nəticəsində də onun atasını dar ağacından astırmışdılar. Deyirlər ki, Giziroğlu Mustafa bəy o zamandan 46 ilə dağlara çəkilmişdi. Deməli, neçə ilə? O zamandan 46 ilə dağlara çəkilmiş, paşalara ədavət saxlayırdı. Hərdən atasının düşmənlərinin birinin üstünə gedib tutub dar ağacından astırardı. Yəni intiqam alardı. Yenə də çıxıb dağlara çəkilərdi. Giziroğlu Mustafa bəy çoxdan idi ki, Koroğlu ilə qabaqlaşmaq istəyirdi. İki qoçun başı bir qazanda qaynamaz deyirdilər. Və burada bir atalar sözü var ki, iki qoçun başı bir qazanda qaynamaz. Yəni Giziroğlu da bunu bilmək istəyirdi ki, Koroğlu qoçdur, yoxsa mən. Giziroğlu deyirdi, ya gərək Koroğlunun adı ilə, ya da mənim. Yəni ikimizdən eyni anda qoç ola bilməz də, birimiz qoçuq. Bəli, xəbər gəlib çatdı Giziroğlu Mustafa bəyə ki, Aslan Paşa Koroğlunun üç dəlisini tutturub, özlərini də bu gecə astıracaq. Giziroğlu öz adamlarını başına yığıb dedi, mənim Koroğlu ilə haqq hesabım var, bu öz yerində. Bir gün gələr görüşərik, haqq hesabımızı kəsərik. Amma Aslan Paşanın bu nakişiliyinə mən dözə bilmərəm. Axı Koroğlunun dəliləri ki, onunla heç bir işi yoxdur. Və burada Giziroğlu Mustafa bəy Koroğlu ilə vuruşmağa gəlməmişdi. Dəliləri qurtarmağa gəlmişdi. Aslan Paşa bu nakişiliyi eləyir ki, Xoçcara xoş gəlsin. Mən də qoymayacağım o dəliləri öldürsün. Başına adamlar Giziroğlunun sözünü bəyəndilər. Bu mərdliyinə afərin dedilər. Durub hamısı yaraqlandılar. Bağdada gəldilər. Meydandan biraz aralıda bir təpə kimi yer var idi. Giziroğlu çıxıb təpənin üstündə görsün meydanın ortasında nə var, nə yox. Baxdı ki, Koroğlu aşıq paltarında. Tanıyır Koroğlunu. Onun bu igidliyinə mətəl qalıb. Ürəyində afərin dedi. Dayanın görək bu işin axırı necə olacaq. Prosto Giziroğlu Mustafa bəy hücum eləmirdi. Özünə də maraqlı gəlir ki, Koroğlu nə edəcəkdi. Bu qoşunun içindən öz dəlilərini qurtarıb qaçıra bilər. And içirəm, dayanıb axıracan gözləyəcəyəm. Əgər gördüm ki, gücü çatmır, gedib onda kömək eləyəcəyəm. Yox, gücü çatdı, qurtardı, onda dalınca gedib şəhərdən çıxandan sonra onunla məsələni ayırd eləyəcəyəm. Yəni məsələ o idi ki, sən igidsən, yoxsa mən. Ya ona verən Allah, ya mənə. Giziroğlu Mustafa bəyin şeşbəri var idi. Ucu da haça. Bu elə bir şeşbəri idi ki, məşhur aləm Giziroğlu haman haça şeşbəri qaldırıb başına bir dəfə ərləyib tulladı. Koroğlu bir də gördü, qabağında bir şey düşdü. Deməli, şeşbəri Koroğlunun qabağına atdı. Artıq Koroğlu burada şübhələndi ki, bildi də, yəni Giziroğlu bununla müharibə eləmək istəyir, tanıyır. Belə baxanda gördü Giziroğlunun haça şeşbəridir. O saat başa düşdü. Deməli, onun nə üçün atdığını anladı. Sədrəzəm ağzına paşanın qulağına yapışdırıb dedi, paşa sağ olsun, mənim bu aşıqdan gözüm su içmir. Burada sədrəzəm Koroğluya inanmırdı. Yaxşı, mənim bu aşıqdan gözüm su içmir. Cəllad Eyvazı dar ağacına gətirmişdi. Gözləyirdi ki, aşıq qurtarsın, sonra ipi Eyvazın boğazına keçirsin. Koroğlu bir dəli nərə çəkir. Hoydu dəlilərim, hoydu, yeriyin meydan üstünə. Havadakı şahin kimi tökülün alqan üstünə. Burada təşbih
Koroğlu çəkər aşanı, bəylər edər tamaşanı. Mən özüm Aslan Paşanı, hərəniz bir xan üstünə. Koroğlu oxuya-oxuya əlini bığına çəkir, dəllər tökülür. Ara qızışdı, Koroğlu bir həmlədə özünü Aslan Paşaya çatdırdı. Misri qılıncının çəkilməsi ilə Aslan Paşanın başının yerə düşməyi bir oldu. Dəlilər tənabları qılıncladılar. Eyvaz Dəmirçioğlunu, Bəlli Əhmədi azad elədilər. Koroğlu bir də onu gördü ki, meydanın hər başında bir dənə darağacı qalğırıq düşür. Hər dəfə də 10-15 adamı xurd xəşil eləyir. Baxdı ki, biri Dəmirçioğludur, biri də Bəlli Əhməddir. Hərəsi öz darağacını çıxarıb alıb çiyninə, düşüb qoşuna. Ağacı çıxarması hansı idi? Qaraca çobanda çoban obrazı idi. Onlar da ağacı çıxarmışdı. Burada da Bəlli Əhməd də çıxarmışdı, Dəmirçioğlu da. Koroğlu qılıncı vura-vura özünü çatdırdı xəzinənin qapısına. Gördü qoca buradadır. Qoca da gəlmişdi. Qapıya bir əmud ilişdirdi. Bayaq qapı parça tikə-tikə olub yerə töküldü. Qoca gəl. Qoca gəldi. Koroğlu soruşdu. Bəs xurcunu aldı. Qoca dedi. Abalav, sevindiyimdən bilmirəm ki, heç nəyə elədim. Koroğlu dedi, eybi yoxdur. Gir içəriyə. Qoca girdi. Koroğlu ona bir kisə qızıl verdi. Dəlilərinin ikisini də qoşdu ona. Dəlilərdən ikisini də qocanın yanına qoşdu. Aparın bunu sağ-salamat qoyun evə. Deməli, bunu çox vaxt yaddan çıxır. Dəlilərini də qocanın yanına qoşur ki, bunu da apararsınız. İndi sənə kimdən deyim? Giziroğlu Mustafa bəydən. Koroğlu ilə dəlilər Çənlibelə tərəf yola başladılar. Koroğlu üzünü Kosa Səfərə tutub dedi. Kosa Səfər, buradan Çənlibelə neçə yol var? Kosa Səfər deyir ki, burada yeni bir obraz vardı. Kosa Səfər. Buradan Çənlibelə 2 dənə yol var. Biri haman bu yoldur ki, gedirik. O biri də dağ yoludur. O təpələrin dalından diklənir. Koroğlu elə bu lazım idi. Üzünü dəlilərə tutub dedi. Siz bu yolu ilə gedin, mən dağ yolu ilə gedəcəyəm. Əgər siz məndən qabaq Çənlibelə çatsaz, demək uşaqlar, siz mənsiz qurtarıbsınız. Deməli, mənim köməyim olmadan siz qurtarıbsınız da. Eyvazı Dəmirçioğlunu, Bəlli Əhmədi, Aslan Paşanın xəzinəsinin hamısı sizə çatacaq. Yox, əgər mən tez çatdım, onda xəzinənin hamısı da mənimdir. Bunu deyib Koroğlu qırata bir qamçı göstərib təpəni açdı. Dəlilər işdən bir xəbər hərə öz atını dəyib yola düşdülər. Koroğlu qıratı qaytarıb təzədən təpəyə çıxdı. Elə ki, arxayın oldu, daydəlilər çıxıb gediblər, ondan yola düşdü. Papağını da gözünün üstünə qaldırıb qıratı yavaş-yavaş çay kənarına sürməyə başladı. Elə biraz getmişdi, uzaqdan bir at kişnəməsi eşitdi. Koroğlu dönüb gördü, Giziroğlu Mustafa bəy öz Alapaça. Giziroğlunun atının adı da Alapaça idi. Elə gəlir ki, tozu dumana qatıbdı, dumanı toza. Qırat Alapaçanın səsini eşidəcək dayandı. Koroğlu nə qədər iləsə at yerindən tərpənmədi. Koroğlu qanırılıb geriyə baxdı, görsün Giziroğlu uzaqda, yaxında. Bir də onu gördü ki, təpəsindən bir əmud dəydi. Deməli, qəflətən ona hücum edirdi. Giziroğlu igid olsa belə, düşməninin qəflətən hücumu var idi. Koroğlu özünü atın üstündə saxlaya bilməyib təpəsi üstə yerə dəydi. Yumallanıb çaya düşdü. Giziroğlu tez əlindəki əmudu yerə atıb qılıncını çəkdi. Düşüb onun başını kəssin. Koroğlu cəld sudan çıxıb onu öz əmudunu götürdü. Giziroğlunun təpəsinə elə bir əmud vurdu ki, deməli, əmud da bu əmud 2 adam başına gəlir. Bir Koroğlunun, bir Giziroğlu. Amma əmud Giziroğlundur. Deməli, Giziroğlunun öz əmudu ilə də Giziroğlunu vurur. Bu dəfə də Giziroğlu dığırlanıb çaya düşdü. Bax, ikisi də çaya düşürdü. Həm bu çaya düşür, həm də o. Cəld qalxıb sudan çıxmaq istəyəndə Koroğlu əlini uzadıb yapışdı onun əlindən. Çəkib çıxartdı bayıra. Ondan elədi Misri qılınca ki, dava başlasın. Giziroğlu dedi, Koroğlu əl saxla. Burada əl saxlamağı Koroğlu təklif eləmirdi. Əl saxlamağı Giziroğlu təklif eləyir. Sənin mənimlə ədavətin zadın yoxdur ki? Koroğlu deyir, mənim xeyr, sənin mənimlə ədavətin var. Giziroğlu deyir ki, yox, mənim də yoxdur. Mən istəyirdim, biləm görüm, sən güclü olarsan, ya mən. Onu da ki gördüm. Day bundan sonra bizim vuruşmağımız axmaqlıqdır. Əl ver, dost olaq. Dostluq təklifini eləyən kim olur? Giziroğlu. Giziroğlu gör məğlub olacaq, tez dostluq təklif edir. Koroğlu ilə Giziroğlu əl verdilər, görüşdülər, öpüşdülər, bir-birinə dost olub ayrıldılar. Giziroğlu oradan birbaş gəlib çatdı öz adamlarına. Soruşdular ki, bəs nə oldu? Hanı Koroğlunun başı? Giziroğlu əhvalatı necə olmuşdusa onlara danışdı. Adamları arasında pıça-pıç başladı ki, güya Giziroğlu yalan deyir, məğlub olubdu. Giziroğlu nə qədər dedi, heç kim inanmadı ona. İndi belə oldu, gəlin gedək Çənlibelə. Soruşun onun özündən. Əgər o mərd adamdırsa, düzünü deyər. Yox, əgər namərd eləsə, yalan danışsa, mən lap sizin gözünüzün qabağında onunla vuruşum, siz də tamaşa eləyin. Hamı bu sözə razı oldu. Atlanıb Çənlibelə tərəf yol başladılar. İndi eşidin dəlilərdən. Dəlilər at sürdülər, yol yordular. Səhərdən yer təzəcə söküləndə gəlib Çənlibelə çatdılar. Xanımların qabağına çıxdılar. Kosa Səfər uzaqdan Nigar xanımı görəcək qışqırdı. Nigar xanım, bircə də görüm, Koroğlu gəlib. Nigar xanım dedi, yox, gəlməyib.
Çosa Səfər dedi, çox yaxşı, axır ki, heç olmasa bircə dəfə mərci biz apardıq. Deməli, bunlar dəfələrlə mərci apardılar, amma ilk dəfə də udurdular. Elə bu dəmdə Qırat bərk kişnədi. Dönüb gördülər ki, Qırat yağı qoruğunda otlayır, Koroğlu da böyrü üstə göy otun üstündə uzanıb. Deməli, artıq bunlar mərci uduzublar. Hardasınız? Sizi gözləməkdən gözümün kökü saraldı. Çosa Səfər dedi, genə mərci sən uddun? Koroğlu dedi, mərci mən uddum, ancaq bizim bir adətimiz var. Axı, həmişə mənzil başına kim məni hamıdan qabaq hərən salam versə, mən ona 100 qızıl verirəm. O başdan hərəniz 100 qızıl borcluyam da. Axı ora gedəndə də hamısı salam vermişdilər. İndi deyir ki, səhər tezdən yenə də 7777 dəli hamınız birdən gəlibsiniz. Aslan Paşanın xəzinəsində bu qədər qızıl elə ancaq olar. Odur ki, xəzinə sizə çatır. Deməli, burada Koroğlu özünə xəzinə götürmür. Necə istəyirsiniz, elə də öz aranızda bölüşdürün. Dəlilər hamısı atlarını töküldülər, süfrə açdılar, yeyib içməkdə, oynamaqda eşit Giziroğlunun dəstəsinə. Giziroğlu demişdi, axı Koroğlunun özündən eşidə. Dəstə gəlib o zaman çatdı ki, dəlilərin şirin kefdə idilər. Mustafa bəy dedi, bu saat bunların keflərini pozmaq olmaz. İnsafdan deyildi, qonlar yesinlər, içsinlər, biz də gözləyək, qurtarsınlar, sonra gedək yanlarına. Bir tərəfdə dayanıb gözləməyə başladı. Nigar xanım dedi, yenə ki... Nigar xanım dedi ki, danış görək necə getdiniz? Ümumiyyətlə, Nigar xanım hər qolun sonunda soruşurdu, necə getdiniz, necə oldu? Koroğlu başdan başlayıb əhvalatı danışdı, amma Giziroğlunun adını çəkmədi. O barədə bir kəlmə də kəsmədi. Nigar xanım dedi, ay Koroğlu, sən ki belə igidsən, görürsən bu dünyada sənin kimi ikinci bir adam var. İkinci bir adamı deyəndən sonra elə anan səni tək doğub. Koroğlu bir söz demədi. Yavaşca qalxıb Aşıq Cünunu, bu imtahanda düşübdü. Deməli, kimin sazını alır? Aşıq Cünunun sazını aldı, bastı bağrına. Anadan oğul doğulubdur Giziroğlu Mustafa bəy. Bu dünyaya tək gəlibdir Giziroğlu Mustafa bəy. Bir atı var alapaça, aman vermir Qırat qaça. Şeşbərinin ucu haça Giziroğlu Mustafa bəy. Hay deyəndə haya basar, huy deyəndə huya basar. Koroğlunu çaya basar Giziroğlu Mustafa bəy. Koroğlu sözünü qurtaranda Giziroğlu Mustafa bəy gizləndiyi yerdən çıxıb məclisə gəldi. Dedi, Koroğlu, sən doğrudan da mərd adamsan. Ancaq özgəsini çox şirib, özünü çox kiçildirsən. Dayan, indi mən düzünü danışacağam. Onda Giziroğlu başlayıb əhvalatı necə olmuşdusa, əvvəldən axıra danışdı. Nə bir kəlmə o yan, nə də bu kəlmə bu yan dedi. Koroğlu ilə Giziroğlu təzədən qucaqlaşdılar, öpüşdülər, görüşdülər, qardaş oldular. Giziroğlunun adamlar da gəlib məclisə girdilər, məclis təzədən başlandı. Əsərin təhlilinə baxırıq, hadisələr harada baş verir? Hadisələr Bağdadda baş verir, Bağdad. Daha sonra Nigar xanım görürsənmi Durnateli Eyvaza necə yaraşır? Gör o kişilərə yaraşan bizə necə yaraşar? Deyən obraz Telli xanım idi. Telli xanım ona təklif eləyir ki, gedib gətirsin. Durnateli gətirməyə gedənlər isə kimlər idi? Eyvaz, bir də Dəmirçioğlu, bir də kim idi? Bəlli Əhməd. Koroğlu səfərə gedəndə Qıratı Eyvaza verərdi. Aslan Paşayı Eyvazgilin yerini onun qoruqçusu çatdırır. Deməli, yerini kim deyir? Qoruqçu. Qoruqçu deyir ki, bəs buradadır. Daha sonra Aslan Paşanın igidlərinin atlarını sınaqdan keçirir. Deməli, o atın neçəsini bəyənir, ikincisini. Hansını bəyənmir? Qıratı bəyənmir. Daha sonra qoruqçu bəs bunun qoruqçuya nə verir? Qoruqçuya nə verir? Qıratı, atı verir. Qoruqçu buna sevinirmi? Xeyr, pis olur. Koroğlunun dostu tacir kim idi? Xoca Əziz. Xoca Əziz atı necə alır? Pul verərək. Kimdən alırdı? Qoruqçudan. Bəs yaxşı, Koroğluya xəbər aparan kimdir? O da Xoca Əziz idi. Bəs Qıratla Xoca Əziz 7 günlük yolu neçə günə gedir? 1 günə gedir. Qolun süjet xətti 2 yerə bölünür. 1. Koroğlunun dəliləri xilas etməsi. Bir də hansı idi? Giziroğlunun, bəli, Mustafa bəy ilə qarşılaşması. Burada təkcə Koroğlunun igidliyindən danışılır. Xeyr, Giziroğlu Mustafa bəyin də igidliyindən danışılırdı. Bəs yaxşı, əsir düşmə səbəbi durna ovlamaq idi. Yəni, Eyvazgilin tutulma səbəbi nə idi? Durna ovlamaq. Xeyr, Eyvaz kimə bənzədiyi üçün tuturlar? Koroğlu. Elə bilirlər ki, Koroğludur bu. Bəs yaxşı, igidin başı qalada gərək, tacir tüccar dili ilanı yuvasından çıxarar.
Burada deyə bilərik bu atalar sözləridir. Bəli, atalar sözü işlənib. İgidin başı qalada gərək kimin idi? İgidin başı qalada gərək. Bəli, o Koroğlunun idi. Bəs tacir tüccar dili deyən kim idi? Bəli, bu isə deməli kimə aid idi? Xoca Əzizə aid idi. Koroğlu döyüşdə tək qalib gəlir. Yoxsa öz dəlilərlə bircə? Öz dəlilərlə bircə qalib gəlir. Bəs Telli xanımın əsərin əvvəlində kefinin saz olmasının səbəbi nə idi? Dəmirçioğlunun sağalması idi. Bu da deyə bilərik mərdlik, namərdlik qarşılaşdırır, amma nə qalib gəlir? Mərdlik. Neçə dənə mərddən söhbət gedirdi? Giziroğludan və Koroğludan. Bəs yaxşı. Çənlibelə dönmək üçün 2 yolun olduğunu kim deyirdi? Kosa Səfər deyirdi, 2 yol. Dağ yolu ilə kim gedir? Koroğlu gedirdi. Nigar xanım Eyvazın əsir düşdüyünü eşidəndə necə reaksiya verir? Hansı əhval-ruhiyyə düşür? Səməndər kağızı kimi ağarır. Daha sonra ala gözləri bahar buludu kimi dolur, yaqut dodaqlar bir dəqiqədə solur. Koroğlu bu qolda döyüşdə öz dəlilərlə bircə gedirdi. Hansı dəlilər idi? Dəli Mehdər, Kosa Səfər, Çopur, Mehdi, İsabalı, Tüp dağdan. Bəs burada qocaya kömək eləmə məsələsi var idi mi? Bəli, qocaya özünü necə tanıdı? Murad Bəylidən gəldiyini deyir. Bəs yaxşı, qoca Koroğluya hansı məsləhəti verir? Deyir ki, bəli, şəhərə tək girmə, 5-5 dəllərindən gir. Bəs Koroğlu dəlilərinə hansı işarə ilə deyirdi ki, mən sizə nə eləsəm, siz həmən meydana atlanın. Bəli, deyir ki, mən əlimi bığlarıma çəksəm, siz gəlin. Koroğlunun rəqibi kim idi? Giziroğlu Mustafa bəy. Giziroğlu Mustafa bəy bura Koroğlu ilə döyüşmək üçün gəlmişdi. Xeyr, dəliləri xilas etmək üçün. Giziroğlu Mustafa bəy ilə Koroğlunun ədavəti vardı mı? Yox idi. Bəs yaxşı, Koroğlunun dəlilərini xilas edəcəyinə Giziroğlu Mustafa bəy inanır. Bəli, inanmırdı o ki, Koroğlu xilas eləyər. Deyir ki, sonda mən köməyə gələcəm. Daha sonra Koroğluya kömək üçün gəlmişdi, yoxsa dəliləri xilas etməyə? Bəli, dəliləri xilas etməyə. Qoca niyə ağlayırdı? Bəli, dəlilər tutulmuşdu deyə. Bəs niyə söz deyə bilmirdi? Çünki desəydi, onun da başını vuracaqlardı. 46 il dağlara çəkilən obraz kim idi? Giziroğlu Mustafa bəy. Bu gələn Eyvaz bu gələn. Gəraylısı, gərək, qoy gəlsin Eyvaz, üstünə Giziroğlu Mustafa bəy gəraylıları da burada çəkilir. Bu qədər. Sağ olun, salamat qalın.